işığı ilə küləyə, yağışa qoşulub yol aldım Məşrifə. Dağların ətəyində torpağı oyaq, nəfəsi buxarlı bu kənd mənə tanış, doğma bir nəğməni xatırladır. Möcüzə kimi görünür hər yer. Yol kənarında tüstülənən təndir, çörək bişirən xanımlar da gözümdən yayınmırlar. Bu yerlərlə tanışlıq üçün əla fürsətdir. Məni isti təbəssümlə qarşılayırlar. Orada bir kənd var deyib gəlmişik sizin kəndinizə. Əcəb eləmişsiniz. Hələ kəndinizi görməmişəm, hələ ilk dəfə də oluram burada. Məşrifin sorağını çox eşitmişdim. Gəldim, həqiqətən də deyildiyi qədər var. Özü də Çıraq qalanın fonunda necə gözəl görünür. Xoş gəlmişsiniz. Allah hamının ocağını isti eləsin. Çox sağ olun. Bərəkətli eləsin. Buyur canım mənim. Ay, çox sağ olun. İllər keçir, zaman dəyişir, yollar uzanır. Ancaq təndir başındakı bu səhnə dəyişmir. Hər tikədə nənələrin duası, anaların əli, qızların ümidi var. Çörək sadəcə nemət deyil. Onda tarix yatır, yaddaş yatır, müqəddəs bir ənənə yatır. Təndirin başında duz çörək kəsmək, bu kəndlə, bu torpaqla bağlanan görünməz bir and kimidir. Ümumiyyətlə, Məşrif necə yerdir? Vallahi necə deyəndə ki, bacı qurban, belə nətər deyim, nefti ilə, cəmaat, məsəl üçün, təsərrüfatla, belə hər kəsin urussun Allahdan istəyir də, əziyyəti çəkir, urzunu da qurban oldu. Daha çox neft sahəsində çalışırlar burada. Bəli. Bəs kənd turizmi necə burada, necə inkişaf edib? Evlərdə cəmaat, məsəl üçün. Yəni bura qonaq gələnlər evlərdə qala bilirlər rahatlıqla. Orada böyrək suyu var, cəmaat içir. Məsəl üçün qalır, dincəlir. Görürsünüz Allah Taala necə bir gözəlliklər, necə bir nemətlər bəxş edib. Qurban olum Allahıma. Çörək verənsiz Allah da sizə onun əvəzini verir. Min şükür, verdiyinə şükür. Şad oldum sizi tanımağıma. Sağ ol canım, mən də şad oldum. Mən sizdən ayrılım, gedim bu gözəl kəndi tanıyım. Get bacım. Çox sağ olun, gözəl xanımlar. Çox sağ olun. Bacım, qurban. Çox sağ olun. Allah qorusun hamını. Allah hamının urzusunu versin. Hamının işin Allah avand eləsin. Çox sağ olun. Sağ salamat canım mənim. Yaxşı yol bacı. Çox sağ olun. Gülə-gülə. Siyəzənin 6 kəndini özündə birləşdirir Məşrif. Qalaltı kəndi də bura daxildir. Havası bir ayrı, suyu bir ayrı dərman. İsrail babanın bu yerlərdə kök salmağının əsas səbəbi elə budur. Mən o tərəfdənəm, Gədəbəydən. Bu kəndin havası nəfəsimlə nəfəs oldu. Torpağın dili var. Mən onu burada öyrəndim, deyir baba. Cənnəti xatırladan təbiətdə özü üçün kiçik bir cənnət yaradıb. Köhnə təkərlərin içində həyat böyüdüb. Təbiətlə dostluğun simvolu kimi. Burada çiyələk görürəm. Burada çiyələkdir. İçində qızılgüldür. Bu yuxarı qalxanda meyvələrinlə, qızılgüllə, narın çiçəyi bir estetik zövq verən bir yenilik olur da. Buna baxanda insanları hirqətə gətirir. Bir də baba nəyə fikir verdim? Bu maşın təkərlərini çox gözəl şəkildə siz yenidən qazandırmışsınız həyata. Bəli. Bir göstərəcəm. Dibçəklər görürsünüz də. Bu dibçəklər ona belə çox gözəl, qeyri-adi bir vid verir. Bu da mayakdır. Ortada gecə olanda, işıq yananda işıq verir. Bu da təkərdən yığılıb. Çiyin süd qabı. Onu da atmamışsınız. Yox, bilirsiniz, burada məqsəd odur ki, elə bir materialdan istifadə eləmək lazımdır, xarab olmasın. Məqsəd odur. İndi bunun ömrü nə qədər olacaq, bu fikir ver. Hələ bunun üstü işlənməyib biraz qalıb. Bu elə bir şeydir, xarab olan şey deyil. Günəşin şüası düşəndə bunlar parıldayır. Gecə maşın işığı düşəndə parıldayır. Gündüz də günəşin şüasından. Baxın. İndi gör, hamısı təkərdən yığılıb, gör necə işlənib. Bunu da təkərdən yığmışsınız. Hamısı təkərdən, hər şeyi. Bir dənə bu metak borudan bunu işləmişəm, yığmışam ləyini. Baba, orada belə bir samavar da görürəm. Onu da təkərdən hazırlamışsınız. Bu da belə təkərdən hazırlanıb, il yarıma. Gündüz olanda, günəşin şüası olanda parıldayır, gecə də işıq düşəndə. Fosfor deyil. Orada elə işıqları yanır. 2 aya, 3 aya bunu zərb olur, zərdən ibarətdir. Ümumiyyətlə, bax, bu ideya necə yarandı? Bu ideyanın məqsədi odur ki... Necə qərar verdiniz ki, bu torpaq sahəsində belə bir gözəllik yaradasınız? Bəli, əsas budur. Burada hər şey təkərdən yaranır. Bulaqda gördüyünüzün hamısı təkərdəndir.
Hər şey. Yəni təkərlər istifadə onu yandırılmasın. İstixanalarda, parniklərdə, Novruz bayramında, zibilxanalarda atmosferi korlanmasın. İskandinaviya ölkələrinə gedirlər turistik səyahətə, gəzməyə, pul xərcləyirlər. Orada ilin 9 ayı qışdır o ölkələrdə. Amma orada təbiətin hər yeri insan əli ilə bəzədilib. Baxın, o cür ölü bir təbiət, biz necə baxırıq, internetdə görürük hamısını. Avropadan nümunə götürürük. İndi mən ora gedə bilmirəm, oranı bura gətirmişəm. Məşrif təbii gözəlliyi ilə illərin yorğunluğunu çıxarır. Onda həm sərtlik, həm də zəriflik var. Gül çiçəklə bəzənən çəmənlər xoş ovqat bəxş edir. İlham pərisidir bu kənd, yaradıcı ruhun. Yaşlı Nəzrin, əlində fırça, qarşısında doğulduğu yurdun mənzərəsi. Onun çəkdiyi hər xətt Məşrifin yeni portretidir. O bu kəndin fırçaya çevrilmiş ruhudur. Siyəzən birincisi olub istedadıyla. Rəsmləri beynəlxalq sertifikat, diplomlara layiq görülüb. Balaca vaxtlarda mən aboyları yazmaqla böyümüşəm. Mənim qarşıma almayıblar. Yəni nə istəyirəm sağ olsunlar alıblar, məni yönləndiriblər. Yəni mənim böyük dəstəkçilərim ailəm olub. Divar kağızının üzərinə çəkirdin. Bəli. Və acıqlanmırdılar sənə ki? Heç vaxt acıqlanmayıblar. Yəni heç cür, əksinə şeyləri alıb yığıblar ki, yəni ürəyin haranı istəyir. Aboylar, divarlar, həyət, hər yeri rəngləmişəm mən. Maddi cəhətdən, fiziki cəhətdən atam dəstək olub. Çünki məni rəsm məktəbində də illərlə o aparıb, hara çağırıblar, aparıb. Amma psixoloji cəhətdən hər ikisində dəstək olub, amma mən anam deyərdim. Çünki daha anam məni yönləndirib, anam atama deyib ki, yəni istedadı var, getsin. Rəssamlığı davam elətdirəcəksən? Bəli, yəni inşallah Rəssamlar Akademiyası ya da İncəsənət Universiteti fikirləşirəm. Ən sevdiyin rəng hansıdır? Ən sevdiyim qəhvəyi. Qəhvəyi rəngi. Niyə məhz qəhvəyi rəng? Torpağım da rəngi qəhvəyidir. Oradan yəni məsələn bütün bu gözəllikləri məsələn Allah yaradım. Yəni inancım da Allaha sonsuzdur. O cəhətdən ya bəlkə də qəhvəyi. Çox belə dəqiq fikirləşirəm. Torpağın rəngi olduğuna görə və öz rəsmlərində də o rəngdən çox istifadə edirsən. Bir də gözlərdə əsasən mənim qəhvə rəngdən xoşum gəlir və insanda da, özümdə də ən çox sevdiyim orqan gözdür. Ona görə də yəni mənə çox təsir edir. Ona görə də qəhvəyi deyərdim. Ailədə, nəsildə var rəssam? Yoxsa ilk yoxdur, mənim qardaşım var, Sumqayıtda yaşayır. O çox yaxşı çəkirdi məktəb vaxtı. Düzdür, o getməyib rəssamlıq, amma çox gözəl əl işləri var idi. O qardaşım yaxşı çəkirdi. Əslində bu cür sənətlər fitrətdən gəlir. Yəni insanın əgər içində bir istedad varsa, onu bir də təhsilini alanda təkmilləşdirir. Uğurlar sənə Nəzrin. Çox sağ olun. Təşəkkürlər. Məşrif sakinləri su kimi saf, torpaq kimi bərəkətlidirlər. Zəhmətin nə olduğunu gözəl bilirlər, çünki xəmirləri belə yoğrulub. Xanlar babanın hekayəsini dinlədikcə buna əmin oldum. Yaşının axır çağında belə bütün günü bağ-bağatla əlləşir. Bir dəfə yoruldum deməz. Əlləri qabar tutsa da, qəlbi işıq doludur. 1996-cı ildə Ulu Öndərimiz torpaqları böldü. Əmrdə çərəncam verdi, bütün torpaqlar bölündü. O cümlədən də mənim də 2 hektar 95 ton torpaq payım var. Əkin əkirik orada. Elə o vaxtdan da başladınız təsərrüfata? O vaxtdan da başladı təsərrüfata. Bağımda əvvəl kartof əkirdim. Aclıq idi, o vaxtlar yeçini tapılmır. Sonra başladım ağac əkmək. Keçirdim fındığı, almaları kəsim. Keçirdim fındığı, alma hər yerdə ucuzdur da doludur. Fındıq 4 manata, 5 manata gedir. Çatmamışım ancaq. Hər uşağıma bir vədirə, mənə özümə qalmır. Ailə büdcəsinə qənaətdir də. Ay, çox olan da qənaət.
mal saxlamıram. Bir 30-40 sənə toyuq saxlayıram. O uşaqlarımı yumurta ilə təmin edirəm. Hər gələndə bir qazanım var orada. Bu hələ dibindən danışım. Uşaqların da heç birinə imkan vermirsiniz ki, bu bağda nəsə bir iş görsün. Yox, hər bir şey özüm eləyirəm. İndi də bu keçən dəfəki möhkəm o leysam, bütün bağımı bastırlayır aşağını. Tamam lildi, daha keçmir. Belə olanda nə edirsiniz xanlar baba? Nə olanda? Belə bax təbiət şıltaqlıq eləyəndə, əziyyət çəkirsiniz də o məhsulu əkirsiniz. Bax məhsulu ziyan görəndə ruhdan salır bu sizi. Yox, indi təbiətin qanunla dava eləmək olmaz ki. Hər şey düzə də olsa, yaxşı olsaydı onda da nə vardı? Onu sel aparan olur. Toğuq saxlayırsan onu çalağana aparan olur. Bildirəri bir 100 dənə çolpan vardı da çox. Xəstəlik gəldi, hamısı qırıldı. Amma yenə də təzədən başlayırsınız. Yəni təzədən başladım, nə eləməliyəm, çətdə axı mən, nəsə iş görməliyəm. Torpağı qızıldan qiymətli məşrif, neftlə zəngin yataqlara sahibdir bu kənd. Əkin biçinə də yararlıdır. Ona görə də sakinlərini çətinliklə üz-üzə qoymaz. Bolluq bərəkətlə mükafatlandırar. Hava yenə tutqunda. Bura gələndən qardan savayı bütün təbiət hadisələrini yaşadım. Amma öz aramızda yağışlı havası belə hüzur verir adama. Yolda Ramiz baba ilə rastlaşdım. Bir vaxtlar kənddən çıxıb getmişdi. Memardı axı. Sovet dövründə şəhərsalma prosesində aktiv iştirak edib. Amma bir gün yorulduğunu görüb. Elə o anda qərar verib ki, şəhərdən kəndə köçüm. Köhnə ata-baba evində özünə yeni güzaran qurub. Deyir, şəhər adamı elə ki torpaqla görüşür, yavaş-yavaş ruhu da sağalır. Bu şəhərlərin tikintisi, bu şəhərlərdə bu bastırıq, gərginlik, mən ora dözə bilmirdim. Ona görə məni istər-istəməz kənd gətirdi özünə tərəf. Şolxov 7 kənddə yaşayırdı, mən də hələ bir adamım. Şolxov kimi qaçdı, siz də gəldiniz kəndə. Gəldim burada. Təsərrüfat elədim, arı, mal, heyvanzat, belə şeylər. İndi elə var, elə həyatımda da var, indi arılarım var, nə bilim, heyvanatım var. Amma ev ata evidir, köhnə evdir, çox keyifli evdir. Kənd dediyin şey kompakt olmalıdır. Oğlunda, qızında, arvadında, kişinin də hamısının yeri bilinir, hər kəsə öz işi ilə məşğul olmalıdır. Yoxsa kənddə yaşamaq olmaz. Hər kəsin bir bölgüsü var burada. Bəli, bölgü var. Yoxsa yaşamaq olmaz. Burada gələndə nə edə bilərdim? Heç bir şey. Baxdım, gördüm, köhnə bir ata-baba evidir, elə heç nə də yoxdur. Biraz ora burasını təmir elədim, başladım, heyvanat aldım, sonra arıçılıqla, arılarım öldü, təzədən bir də aldım, belə. Bacarmıram da, yaxşı da bilmirəm, mən uzaqlaşmışam təsərrüfatdan, vərdişi itirmişəm. Yəni təsərrüfata qaydana kimi siz bir sıra sınaqlardan keçdiniz? Çox sınaqlardan keçmişəm. Bir adamın şəhərdən çıxıb gəlməyi nə azalda bilər. Amma bu, mənim öz içimdə, daxilimdəki yükümü azaltdı. Sizin daxili yükünüzü azaltdı. Amma sizə bir təcrübə qazandırdı da, yeni təcrübələr qazandırdı. Təcrübədən başladım. Mən indidən başlayıram, mən əlifba eləyirəm hələ bu kəndin işlərinə. Mən əvvəldən heç kənd işi görməyəm. Olmuşam bu kətdə, işləmişəm. Peşmansınız şəhərdən kəndə qayıtmağınıza? Yox. Bir zərrə də yox. Elə bir dəfə orada rahat oturub ağcaqanad adam gəlib diyirləyir, qulağını aparır ki, qoymur yatmağa. Bir elə o insana bir bəs diləyir elə yeri gələn. Bu qalan şeylərdəki təbii şeylərdir, hamısı Allaha şükür. Hər şey. Burada ağcaqanad yox, təmiz hava. Ömür boyu yatıb yuxuda həmişə buranı görürdüm. 20 il, 30 il yaşadım. Amma heç vaxt bu yeri həmişə, hər həftədə bəlkə 3 dəfə yuxuda görürdüm, and olsun Allaha. Deməli, o düz fikirdir ki, insanın uşaqlığı, insanın yeniyetməliyi harada keçirsə, həmişə yuxularında ora olur. Hə, bəli, vətən orada. Yuxularında mütləq oranı görür. Bəli, həqiqətən də elədir. Mən onun şahidiyəm, canlı şahidiyəm. Qonşuluq bağları necədir burada? Qonşuluq bağları lap yaxşıdır. Bax, bizim bu kənd var ha. Burada bax, məsəl üçün, mən hələ görmüşəm, indi də onu hiss edirəm. Məsələn üçün, mənim atam rəhmətlik burada gedirdi. Deyirdi, ay bala, görürsən, keçirsən o evin yanından, görürsən, o otu qaldırır, ora verir. O sənə deməlidir ki, gəl mənə kömək elə. Götür yabanı, get kömək elə. Kənd belədir. Kənddə, necə deyərlər, təmənnasız, bax, belə şeylər var. Zəhmətin kökündə torpağa sevgi dayanır.
Bu yurdun insanının vətənə sədaqəti də bundan qaynaqlanır. Ərazi bütövlüyümüz uğrunda şəhadətə ucalan Feyruz Cəlilov, Elməddin Məhərrəmov kimi qəhrəman oğulları var Məşrifin. Kəndin ən görkəmli yerində şəhidlərin xatirəsinə məscid ucaldılıb. Kəndin insanları olduqca cömərtdilər. Kimsə qapılarını döyəndə geri çevirməzlər. Çörəyini bölər, çayını süzər, könlünü şad tutarlar. Məşrifin köklü ailələrindən birinin qonağıyıq. Mənim həyat yoldaşımdır, Mehriban xanım. Mehriban xanım da bu kənddəndir. Bəli, bəli. Hələ qohum. Sonra 4 evladım var. Gözümüzü açıb burada böyümüşük, burada oxumuşuq. Bütün gəncliyimiz burada keçib bizim. Füzuli əmi, bu Məşrif kəndini mənə çox maraqlıdır, adının etimologiyası. Məşrif kəndinin adının etimologiyası götürülüb Qurandan. Ən şərafətli yer deməkdir, Məşrif adı. Adının haqqını ödəyir. Bəli, bəli. Bizim kəndimizdə ən əsasda 25-26 ev olub. Yəni ki, bunu atan deyib, sonradan bizim kəndə sonradan qonşu kənddən gələn olub, başqa yerlərdən gəlib, indi çoxdur. 100-dən çoxdur, lap 150-yə qədər 25 var. Evdən böyüyüb, Məşrif bugünkü... 150-yə qədər ev olub. Yəni ki, bugünkü görünüşünə gəlib görünüşünə gəlib çıxıb. Hər şey yaxşıdır, kəndimizin gözəlliyini də görürsünüz. Bax, gözəlliyini deyirsiniz, bu gözəlliyindən savayı ümumiyyətlə Məşrif nəyi ilə məşhurdur? Məşrif, yəni ki, əsasən təsərrüfatdır da bizdə. Təsərrüfatdır, bir də neftdir. Neft işləyənlər var. Kəndin əksəriyyəti demək olar ki, neft işləyir. Siz özü təsərrüfatla məşğul olursunuz? Varımız da, təsərrüfatım var, arılarım var. O vaxt məsələn, mən bir 10 ili götürürəm. Burada 60-70 santı qar olub. Biraz şərait ağır olub. İndi yaxşıdır, yol çəkilib, qəşəng yol çəkilib. Biz də bu neçə gündür bu yağışda havaya narazılıq eləyirik ki, yazda belə. Demək ki, 10 il bundan qabaq lap sərtmiş buranın havası. Bəli, çünki kəndi görürsünüz, hamısı dağla əhatə olunub. Kəndin gözəlliyi də ondadır, əsas odur. Hər gün bu gözəlliyə oyanırsınız, hər gün. Bəlkə də sizin üçün adiləşib bu gözəllik, amma gələnlər üçün möcüzəli bir yerdir. Bəli, çünki bura vərdiş eləmişik, öyrənmişik bu. Bunlarla nəfəs aldıqda. Xanımların güzaranı necə keçir kənddə? Təsərrüfat işləri. Təsərrüfat işləri. Bostan, toyuq, cücə, mal, heyvan. Bir də nəvələrlə başınızı qatırsınız. Baldızımın nəvəsidir, kəndə gəzməyə gəlir. Bakıda yaşayır. Tez-tez gəlsən kəndə, Firuz. Sən elə Bakıda doğulmusan, yoxsa kənddə? Bakıda doğulmusan. Neçə yaşın var? 17 yaşındasa, məktəbi qurtarmısan onda. Universitetdə oxursan, hansı ixtisas üzrə? 11-i qurtarır. Ay, maşallah. Babanın adını daşıyırsan, bax, onun yəqin ki, məsuliyyəti də sən dərk eləyirsən ki, elə igid bir insanın adını daşıyırsan. Fürsət tapan kimi gəlirəm bura. Kənddə nə xoşuma gəlir ən çox? Bax, şəhərdə doğulan uşaq üçün kənd məncə daha maraqlıdır. Bəli, bəli. Kəndin havası, gün doğumu. Həm də gəlirsən, nənəgili görürsən burada. Bu özü də bir maraqlı, belə deyim, xatirədir. Çünki uşaq, biz böyüyəndə həmişə yadımıza düşür nənəli, babalı bizim günlərimiz. Kəndə bağlı. Bolluca xatirə yığırsan bax bu yaşında. Feyruz mənim nəvəmdir. Cəlilov Feyruzun nəvəsidir, həm də mənim nəvəmdir. Bakıda yaşayır. O bizə tez-tez gəlir. Bura çox bağlı uşaqdır. Çox istəyir kəndimizi. Bu sevgini böyüklər aşılayıb ona. Çünki atası da, uluları da bu torpaqda doğulublar, bu yurtda doğulublar. Nə xoş ki, bax, yetişən nəsil də kəndə bu qədər bağlıdır. Uşaqlar çox sevir də buranı, yaşıllığın, təbiətini. Füzuli dayı bu kəndin yaddaşıdır. Onun danışdıqları gələcəyin səsi kimidir. Bu kənd çörəyin istiliyi,
Suyun şəffaflığı, təbiətin toxunulmazlığı, insanın əbədi axtarışıdır. Meşrif bir nəfəsdir, içinə çəkdikcə adamı sakitləşdirir. Meşrif dünya qədər nağıl saxlayır özündə. Susqun nağıl, dinləyəni tapanda danışır. Əgər bu səsi eşitdinsə, bil ki, nağılın qapısını açdın. İçəri buyur. Vətən sənin boz daşına, torpağına qurban olub. Hamar yolların bir yana yoxşuna qurban olub. Dağ başına alanda düşən, bulut ötüb keçən, ətək dolu tökən yağışına qurban olub. Siz Məşrifə buyurun. Mənimsə küləklə başlayan hekayəm günəşin buludların arxasından boylanan hekayəsi ilə sona çatdı. Gəzməkdən, onu tanımaqdan doymasaq da buradan da gedirik. Axı oralarda hələ çox kəndlər var.